Ayşe anamızdan rivayet olunur ki radiyallahu anhadan Nəbi sallallahu aleyhi ve sellem buyurdu ki, bizim gətirdiyimizin üzerine bir şey gətirəndən o gətirdiyi qəbul olmaz. Yani o şey ondan qəbul olmaz, rədd edilir. Ona göre əhl-i sünnə dediğimiz zaman, yani özümüzü əhl-i sünnə vəl cəmə nisbət etdiyimiz zaman biz bilməliyik ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizim üçün hansı yolu qoydu, sahabə o yolu necə qorudu, sahabə necə qorudu və imamlar necə fəhm etdilər. İmam Ebu Hanifə rahmetullahi aleyhisün buyurulur ki, İmam Ebu Hanifə, yani Numan bin Sabit sünnəni fəhm etdi. İmam Əhməd sündə həmən mövzu ətrafında deyilir ki, İmam Əhməd rahmetullahi aleyh də sünnəni qorudu. Mesela deyir, biri fəhm etdi, biri də qorudu. Yəni məsələ nədir? Allah Resulü aleyhissalatu vesselam'ın sünnəsini fəhm etmək lazımdır. Çünki onu fəhm edən edib onsuz da imamlar, Allah onlardan razı olsun, və qorumaq lazımdır. Fəhm etməyə artıq keçdik, amma qorumalıyıq. Bu 4 rükətli, 2 rükətli, 1 rükətli, artıq nə qədərdirsə namazların həyatımızda icrasından tutmuş bütün alanlarda, hər bir şeydə.